Security Operation Center nə deməkdir? Bu, təhlükəsizlik əməliyyat mərkəzi deməkdir. Təşkilatın informasiya texnologiyalarının infrastrukturunu 7/24 izləyən və kiber təhlükələrə qarşı anında reaksiya verən ixtisaslaşdırılmış komandadır. Security Operation Center. Bunun məqsədi təşkilatın sistemlərini, məlumatlarını, şəbəkələrini daxili və xarici kiber təhlükələrdən qorumaqdır. Necə işləyir? Şəbəkələrdə, serverlərdə, tətbiqlərdə və cihazlarda baş verən bütün hadisələri real vaxtda izləyir. Hadisələrin aşkarlanması, şübhəli davranış, viruslar, zərərli proqramlar və s. anında analiz olunur. Təcili reaksiya. Hücum və ya təhdid təsdiqləndikdə Security Operation Center dərhal müdaxilə edir və zərərin qarşısını almağa çalışır. Təhlil. Hadisənin səbəbi araşdırılır, mənbə müəyyən edilir və gələcəkdə bu tip risklərə qarşı tədbirlər alınır. Raporlama və təkmilləşdirmə. Görülən tədbirlər sənədləşdirilir və sistemin zəif tərəfləri üzərində işlənir. Security Operation Center bizi necə qoruyur? CM sistemləri ilə log və hadisə analizini aparır, firewall, IDS, IPS sistemlərini idarə edir, əməliyyat sistemləri və şəbəkə trafikində anormallıqları aşkarlayır, phishing, malware, ransomware kimi hücumlara qarşı reaksiya verir. İnsident cavabları planlarını hazırlayır və tətbiq edir. Təhlükəsizlik zəifliklərini aşkarlayır və tövsiyələr verir. Security Operation Center kiber təhlükələrə qarşı bir qalxan kimidir. O, hücum baş verməzdən əvvəl xəbərdarlıq edir, hücuma müdaxilə edir və hücumdan sonra sistemin daha güclü işləməsini təmin edir. Siz də biznesinizə uyğun IT həlləri istəyirsinizsə, o zaman bizə müraciət edin.